Salam əziz və dəyərli izləyicilərim. Bugünkü videom şəkər xəstələri üçündür. Çünki çox mənə suallar verirsiniz ki, Məryəm xanım, nə olar şəkər xəstələri üçün? Düzdür, videolarım var, amma yenə də xahiş edirsiniz ki, Məryəm xanım, şəkər xəstələri üçün geniş bir məlumat verin. Nə edə bilər, nə etməlidirlər? Birincisi onu deyim ki, əziz izləyicilərim, əgər şəkəriniz 250-dən yuxarıdırsa, bunu artıq onsuz da həkiminiz də özünüz dostsunuz, bilirsiniz, sizə deyir, yəni xəbərdarlığını eləyir. Mütləqdir ki, həkimə gedəsiniz. Ay qonşunun şəkəri var, içli dərman düzəldi bu dərmanı. Xalam qızı, dayım oğlu, mən belə şeyləri heç sevmirəm. Çünki hər orqanizm fərqlidir. Ona görə də çox xahiş edirəm, öz canınıza məsuliyyətli davranın, öz orqanizminizə məsuliyyətli davranın. Amma hər bir şeyin türkə çarələri olduğu kimi Allah hər bir şeyi səbəbli yaradıb. Şəkər xəstələrində elə şeylər var ki, həkiminizin müalicəsi ilə bir yerdə, yəni köməkçi bir vasitə kimi sizə mən bəzi şeyləri deyəcəm. Yəni onu bir də təkrar edirəm ki, artıq sizin şəkəriniz 250 mg/dl-dən yüksəkdirsə, bu bilirsinizmi artıq nə deməkdir? Diabet xəstəsi üçün bu artıq yüksək dərəcəli hiperglemiya deməkdir. Bundan özünüzü qorumalısınız. Amma yenə də deyim ki, sizə misal üçün, baxın, darçındır, çox xeyirdir şəkər xəstələrinə. Ümumiyyətcə belə bir söz var. Şəkər xəstələri üçün ən güvənilir, ən güclü dərman bilirsinizmi nədir? Şəkərli yeməklərdən, unlu qidalardan, yağlı qidalardan, qızartmalardan, şirəli içkilərdən uzaq olmaq şəkəri üçün ən güclü, ən qüvvətli dərmandır. İkinci ən qüvvətli dərman isə piyada gəzməkdir. Belə bir söz də var, belə bir deyim də var ki, şəkər xəstələrinin dərmanı ayaqlarının altındadır. İndi bilirsiniz bu nə deməkdir? Yəni gəzmək. Siz gəzdikcə sizin şəkəriniz qaydasına düşür. Və yeməyinizə ciddi şəkildə riayət etməlisiniz. Həkiminizin protokolu üzrə yeyib içməlisiniz. Sağlam qidalanmalısınız. Stres bir mənalı şəkildə şəkərinizi qaldırır və ona görə də ümumiyyətcə stres hər bir xəstəliyə ziyandır, ələxüsusda şəkər xəstələrinə. Mənim əzizlərim, deməli zirə, darçın, zəncəfil, bunlar şəkər xəstəliyində, şəkər xəstələrinə çox xeyir göstərir. Yəni ki, dəmləyib çayınıza da əlavə edə bilərsiniz, dəmləyib də içə bilərsiniz, yeməklərinizə də əlavə edə bilərsiniz. Dediyim kimi, tam sağlam qida, lifli qidalarla zəngin qidalanmalısınız. Ən əsası çəkinizi normasında saxlamalısınız, əzizlərim. İndi sizə mən bir yöntəm öyrədəcəm. Dediyim kimi, mənim çox videolarım olub bu haqda. İndi bir də sizə deyirəm, siz bir gün baxın, özünüzə riayət edin. Deyin ki, mən bugün Məryəm xanım deyən kimi edəcəm. Görün sizin şəkəriniz qaydasında olur, yoxsa olmur. Amma yenə də deyirəm, həkiminizin, mənim sizə dediklərim köməkçi vasitələrdir. Həkiminizin dediyi öz yerində. Nə deyirsə o, çünki Allah göstərməsin, komaya düşə bilərsiniz, şəkər xəstəliyi ilə, şəkərin qalxması ilə oyun oynamaq olmaz. Amma mən sizə köməkçi bir vasitələr kimi bunu deyim ki, bir gün, misal üçün, sabahlarım belə eləyin. Ki, mən Məryəm xanım deyən kimi edəcəm. Sağlam qidalarla qidalanın, həkiminiz nə deyirsə o. Amma yeməyinizdən 15 dəqiqə qabaq mədə bağırsağınızda ciddi problem yoxdursa, alma sirkəli, yəni ev alma sirkəsi, alma sirkəli su için. Alma sirkəsi yox, alma sirkəli su. Misal üçün, bir stəkan ilıq suya bir xörək qaşığı alma sirkəsi əlavə edin, için. Və 15 dəqiqə sonra yeməyinizi yeyin. Yeməyinizdən 15 dəqiqə sonra yenə də bir stəkan ilıq suya bir xörək qaşığı alma sirkəsi, ev alma sirkəsi əlavə edib için. Çünki mağazalarda olan alma sirkəsindən ona görə deyirəm uzaq olun ki, onların tərkibində spirt var. Sirkədən başqa hər şey var. Ona görə də mağazin sirkələrindən istifadə eləməyin xahiş edirəm. Yeməyinizdən 15 dəqiqə sonra da içdinizmi, həmən qalxırsınız ayağa, piyada yol gəzirsiniz. Bu sizin evdə gördüyünüz işlərə aid deyil. Deməyin ki, Məryəm xanım, mən onsuz da çox gəzirəm, mən evdə çox hərəkət edirəm. Bu evdəki hərəkətə aid deyil. Durun, piyada gəzin. Yarım saat. Yeməyinizi yediniz, görün nə dedim, 15 dəqiqə qabaq alma sirkəli su, yeməyinizi yediniz, 15 dəqiqə sonra yenə alma sirkəli suyunuz və gəzmək. Siz gün ərzində şəkərinizi yoxlayın, görün şəkəriniz necə qaydasında olur və bunu hər gün həyat tərzinə çevirsəniz, gün və gün daha da yaxşı olacaqsınız. Amma eyni zamanda da dediyim kimi, həkiminizin protokolu üzrə əgər mütləqdir ki, həkiminiz sizə protokol verib ki, sağlam qidalanın. O qidalarla qidalanın, özünüzə dəyər verin, özünüzə
özünüzü qoruyun mənim əziz izləyicim. Heç nə olmaz yeyimlə olmaz. Valla olmaz. Olacaq birdən olur. Mənim rəhmətlik nənəmin sözü idi. Ona görə də özünüzü qoruyun. Əziz izləyicilərim, bir də onu deyim ki, Məryəm xanım artıq dünyanın hər yerinə səs salıb. Bilirsinizmi nə ilə? Sağlam qidaları ilə. Qruplarım var, bəylər üçün ayrıdır, xanımlar üçün ayrıdır. Bəylər də cəmi bircə dəfə 20 manat ödəyir, xanımlar da cəmi bircə dəfə 20 manat ödəyir. Bəli, düz eşitdiniz. Çünki Azərbaycanda yeganə diyetoloqam ki, bir dənə mənə bircə dəfə 20 manat ödənilir və özünüzü, öz canınızı mütəxəssisə əmanət etmək istəyirsinizsə, diyetoloq, nutrisiolog olaraq mənə müraciət edə bilərsiniz. Təbii ki, əliniz gəlirsə bircə dəfə 20 manat ödəyəcəksiniz. Və bu 20 manatın içində deyirsiniz ki, Məryəm xanım, nələr var? Dediyim kimi, düzdür, dünyanın hər yerinə səs salmışam. Çünki real vəziyyətdə insanları sağlıqlarına qovuşdurmuşam. İstər bəylər olsun, istər xanımlar olsun. Qəbizlikdən, qazdan, köpdən, qarın gürültüsündən canınız qutaracaq. Amma necə? Mən sizə bəzi diyetoloq, nutrisiologlar kimi qətiyyən deməyəcəm ki, aptekaya gedin, bu dərmanı alın, sena çayını alın, aclıq otunu alın, maqni sulfat duzu, qara kömür, nəvə gözü olsun, cürbəcür bisakadil olsun, matilium olsun. Bunlar hamısı mənim qrupumda qadağandır. Bilirsinizmi nəyə görə? Çünki yenə də deyirəm, mən Rusiyada təhsilimi aldığıma görə mən bilirəm ki, bunlar həll yolu deyil. Bunlar hamısı sizin bağırsağınızın, mədə bağırsağınızın mikroflorasını pozur. Onu da düzəltmək çox çətin, çox zaman alır və bir çox xəstəliklərə aparır, çıxardır. Ona görə də bütün bu dərmansız, kimyəvi qatqılı dərmanlarsız, şamlarsız, klizmasız bağırsağınız saat kimi işləyəcək. Təbii ki, mənim qızıl qaydalarımla. Və qazdan, köpdən azad olacaqsınız. Bəzi dəyərli qardaşlar var ki, deyir ki, Məryəm xanım, hətta su belə içirəm, köpürəm, qarnım çox böyük olur, gəzə bilmirəm, təngi nəfəs oluram. Bilirsinizmi nəyə görə? Gözəl bacılarım, dəyərli qardaşlarım. Çünki qaraciyəriniz yüklənib. Qaraciyər yüklənməsindən azad olacaqsınız, bağırsaq daşlarından azad olacaqsınız, qazdan, köpdən, qarın gürültüsündən azad olacaqsınız bircə dəfə 20 manat ödəməklə. Və gözəl xanımlar, sizə bütün gözəllik sirlərimi öyrədəcəm. Sizin üçün peelinglər atacağım. Dırnaq göbələyindən azad olmağın sirrini öyrədəcəm. Saçınızın gözəl olmasının sirrini öyrədəcəm və daha nələr. İstəsəniz nömrəmi indi tələffüz edəcəm. Çünki nömrəni videonun üstünə qoymaq olmur. Rusiyanın WhatsApp nömrəsidir. Dünyanın harasından yazırsınızsa yazın. WhatsApp-ma səs atırsınızsa, yazırsınızsa yazın. Amma olduğu kimi mən necə tələffüz edirəm, o cürə yaddaşa salın. Təbii ki, istəyirsinizsə. Heç bir əlavələr etmədən, tiriyə qoymadan, nömrənin əvvəlinə 012 yazmadan, 55 yazmadan bu cürə yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, İnanın ki, şükürlər də çox böyük bir nemətdir. Nə qədər çox şükürlər etsəniz, o qədər şükürlərinizi Allah artıracaq. Şikayətlərinizi isə azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.